Xoş gördük dəyərli izləyicilərimiz. Bu günləri sizlərə bağlı bağçalı 3 mərtəbəli ev təqdimatına gəlmişik. Dəyərli izləyicilərimiz, Xırdalan ərazisindəyik. Deyirdiniz milyoner nə gəzir Xırdalanda? Milyonerin gəzməyə lazım deyil, milyonerin evi lazımdır bizə. Gördüyünüz bu mülk 3 mərtəbə 7 otaqdan ibarətdir. Yormuram sizi, qiymət 200 min manatdır. Evində, torpağında kupçası var. Gəl bir dənə adama bir dənə gilas yeyək, gəl vəri. Bağlı bağçalı, besetkalı. Bax bir dənə vişne ağacına bax bir dənə. Maşallah olsun, halallığını almışam. Nə istəyirsən var da burada. Ferxuya, hər cür ağac var. Demək dəyərli izləyicilərimiz, durduğumuz bu besetka alt sahəsi su anbarıdır. Su kəsilmir. Sadəcə olaraq milyoner bağı bağçası olduğu üçün su anbarı burada tətbiq edilib. Besetkası da var. İstirahət eləmək üçün zona. Mən buna söhbətgah demək istəməzdim. Niyə? Burada oturmuşsansa yeyib içməlisən. Besetkasız adı maşallah olsun. Bura su anbarıdır. Bura nasosxanadır. Dəyərli izləyicilərimiz. Xırdalan ərazisində ideal evlərin satışı çəkilişi ilə məşğulum. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. Nömrəni yazın, kontaktda hər zaman qalsın. Adım Eyşəndir. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Keçək mənzərə ilə tanış olaq. Böyük bir iqamətgah 200 min manata satışa çıxarılıb. Evində, torpağında kupçası var. Bismillah eləyək, bağ-bostanla qutardıq, keçək evin içi ilə də tanış olaq. Orada 3 dənə əl qapısı var, əl damı var. Gördüyünüz kimi gələn şəxs onların hər biri ilə tanış olacaq. Videonu uzatmaq istəmirik, keçək evin içi ilə tanış olaq. Gördüyünüz bu birinci mərtəbənin qonaq otağıdır, dəyərli izləyicilərimiz. Demək olar ki, evin içərisində gördüyünüz əşyaların bəziləri çıxarılacaq. Ev sahibi mülk alan şəxs gələndə hamısına bir-bir tətbiq edib deyəcək ki, bu qalacaq, bu götürüləcək, bu qalacaq, bu götürüləcək. Qiymət 200 min manat təşkil edir. Qiymətdən qorxmayın, endirim ediləcək. Qonaq otağı ilə tanış oluruq, dəyərli izləyicilərimiz. Hal-hazırda bura mətbəx sahəsidir. Gördüyünüz bütün avadanlıqlar quraşdırılıb hazır bir vəziyyətdədir. Evdə yaşayış var. Birinci mərtəbə ümumi bir şəkildə istipolla üzlənilib. Çılçıraq, mənzərə. Twist end. Birinci mərtəbədə demək olar ki, ikinci mərtəbəyə yatmaq üçün çıxmaq lazımdır. Birinci mərtəbə idealdır da, ideal istirahət eləməyə. Dörd bir tərəfdən cüt daşla inşa edilib. Dəyərli izləyicilərimiz, evimizin qaraj sahəsi, elə buradan göstər girmə. Jalüz qapı ilə qoyulub, qaraj sahəsi, sərbəst şəkildə bir dənə avtomobil daxil etmək mümkündür. İkinci və üçüncü mərtəbələrə qalxan beton pilləkənlər və pilləkənlər altı belə bir kladovka sahəsi var. İstəyərsən bura qapı qoyarsan. Və dəyərli izləyicilərimiz, evimizin ən əsası giriş qapısıdır. Xudmani giriş qapısı və qarajın qapısı. Hər mərtəbənin ayrı-ayrılıqda sanitar qovşağı mövcuddur. Duş kabin aktivdir, var hər mərtəbədə. Aksesuarlar quraşdırılıb və kombi otağı. Birinci mərtəbənin kombi otağı. Dəyərli izləyicilərimiz, qalxaq ikinci mərtəbəyə. Zəhmət olmasa buradan stipolun kollektorini göstər. Birinci mərtəbənin stipolunun kollektoridir. İkinci mərtəbəyə qalxan beton pilləkənlər və dəyərli operatorumuz qonaq otağından çıxmaq istəmir. Göz oxşayan, gözəl bir mənzərəli qonaq otağımız var. İkinci mərtəbəyə qalxırıq. İkinci mərtəbədə pilləkənlərin ön sahəsində işıqlandırmaq üçün belə bir pəncərə quraşdırılır. Dəyərli izləyicilərimiz, ikinci mərtəbədə bizim 3 yataq otağı və bir sanitar qovşağımız yerləşir. Geniş bir şəkildə hol sahəsi var. İlk növbədə başlayaq ikinci mərtəbənin sanitar qovşağından. Demək olar ki, bu bir dənə yataq otağıdır. Bu boyda sanitar qovşaq olar, dəyərli izləyicilərimiz. Duş kabini, hamam vannası, moydadır. Bütün aksesuarlar quraşdırılıb hazır bir vəziyyətdədir. Və dəhliz sahəsinin havalandırılması üçün 2 dənə əlavə pəncərələr qoyub, tikintidən burada söhbət gedə bilməz. Niyə söhbət gedə bilməz? Cüt daş, fundament, beton karkas və ən əsası isə 3 mərtəbə beton pilləkənlərlə. Yataq otaqlarından biri,
18-20 kvadrata yaxın yataq otaqları var. Bəlkə də deyərəm 20-dən də yuxarı yataq otağı mövcuddur. Birinci yataq otağı və kladovka. Buranı da kladovka kimi istifadə də etmək mümkündür. Uşaq yataq otağı da eləyə bilərsiniz, dəyərli izləyicilərim. Yəni əl verir uşaq yataq otağı eləməyə. Və ikinci mərtəbənin geniş bir şəkildə yataq otağı. Balkon sahəsi 2 dənədir. Hər yataq otağından balkona çıxış etmək mümkündür. Demək olar ki, geninə boluna balkon sahəsi var və bu balkondan həyətin mənzərəsini və dincəlmək üçün, istirahət etmək üçün rahatçılığı əldə edə bilərsiniz. Gördüyünüz bu besetka, dəyərli izləyicilərimiz, həyətin özünə məxsusdur. Yəni aşağıdan birinci mərtəbədən baxanda biraz həyət ağaclarla örtülüdür deyə tam şəkildə görsənmir. Gəl. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Satışda da maşallah olsun hər büdcəyə də uyğun evlərimiz var da. Buyurun gəlin baxın. Kreditlə evlər yoxdur məndə. Nəğd şəkildə satılır. İpoteka o deməkdir ki, dövlət tərəfindən sizə bu pul ayrılıbsa, zəng edib müraciət eləyə bilərsiniz. İpoteka, yəni 10.000 verim, kreditlə alın, bu söhbətə aidiyyəti yoxdur. İpoteka dövlət tərəfindən sizə pul ayrılır. Bu da ikinci yataq otağının balkon sahəsinə çıxışıdır. Keçək, 3-cü mərtəbə ilə də tanış olaq. Dəyərli operator qardaşım, zəhmət olmasa geniş bir şəkildə buraları təqdim et və qalxaq 3-cü mərtəbəyə. Evimiz paket kupça, evin də torpağın da kupçası var, Xırdalanda yerləşir. İdeal bir ərazidədir. Burada torpağın sotu 40-50 min manat təşkil eləyir. Buyurun zəng edin, gəlin evlə təqdim olun. Tanış olun. Dəyərli izləyicilərimiz və mansardayıq, 3-cü mərtəbədəyik. Burada 2 yataq otağı, 1 qonaq otağı var. Geniş bir şəkildə, çox böyük bir kvadratlara malik qonaq otağı var. Hər bir tərəfdən TV stentin yerləri quraşdırılıb, hazır bir vəziyyətdədir. Yataq otaqlarından biri, bunlarla da tanış olaq. İstilik sistemi, söhbət gedə bilməz də burada istilik sistemindən. Əlbəttə ki, kombidir, qaz, su, işıq daimidir. Hardayıq? Xırdalan şəhərindəyik biz, dəyərli izləyicilərimiz. Xırdalan şəhərində qaz, su, işıq daimi olan bir ərazidə. Kanalizasiya mərkəzi dövlətin çəkdiyi kanalizasiya sistemidir. Digər yataq otağı və bu qonaq otağından balkon sahəsinə çıxışı. Bu mənzərəni də göstərək, izləyicilərimizi yormayaq, sağollaşaq. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Evimiz Kupçalıdır, Xırdalanda yerləşir, 200 min manata. Gələn videolarda görüşənədək. Özünüzdən müğayət olun, videonu izlədiyiniz üçün təşəkkür edirəm.